tutaq ki çağırım, dur daha nə? O desin haycan. O da məni çağırsın ki, bağa bəy deyim, haycan aşkım. Bax belə bir arvad istəyirəm. Bəlkə sevgili olaq, ay Türkçəm, nə deyirsən? Xoşum gəlir boyundan, puxulundan. Amma sən məni istəmərsən, məsələn şəhər oğlanlar istəyirsən, kostyumlu, altında Range Rover olan oğlanlar istəyirsən. Sən gerçəkdən ağa edəcəksən. Tüyğun güzel Hinçkan səsindən başım gelin gedəcək. Türkçən deyil, gözəl Göyçək xanım. Qoy gelin baxın görmür Türkçənə. Ortası nəzik. Allah'ım olsun. Ortada elə bir şey yoxdur. Nə nəzik bir ortası var. Ölmürəm elə qadından ötürü. Ortasına bax, nə nəzikdir. Onda yaşayaq Türkçən xanım, aşk yaşayaq. Var mısın? Gedib qayıdıq. Nə olsun ki, gedib qayıdıq. Alacam. Bəyənəcəksən mənə Türkçən. Allah qısaçımız adıma bax qəşək qırtdıracam. Başa düşürsən. Ağab baxır başqanı geyinəcəm. Ağab baxır başqanı. Sonra nə desən onu eləyəcəm. Gül desən hər gün sana gül qoxladacam. Evin maşına oturduğun yerdə qəfildən gül gətir. Qız burnunu yatıracam. Əl deyirsən əlindən tutacam. Hündüşka deyirsən hündüşka yedizdirəcəm. Deyirək qaldı. Sonra hündüşka deyirsən hündüşka yedizdirəcəm. Qaz deyirsən qaz yedizdirəcəm. Ördək deyirsən ördək yedizdirəcəm. Deyirsən qucağına al gəmiyə çıxdı, qucağıma bax alıb gəminin üstünə qoyacam səni. Allahım nə desən yan edəcəm. Qucağıma gəmiyə çıxızdıracam, gəmidə gedərik. Minək gəmiyə açılaq səhriyaları, geçik gəzək. Çat verib çatdadaq. Hoşum gəldi ondan. Elə belə görüm o nətər şeydir. Geçək ikimiz oturaq, geçək. Mən indi buradan ördəkdən zadan yolum təmizliyini gətireyim. Geçişi açılarıq, izləyicilər də görər nətərdir. Sahne. Gələndə sunkaya xiyar pomidor da qoy. Bakıda xiyar da var, pomidor da var. Sahne. Sağ ol Türkan. Hazırlaş Türkan, Allah haqqı gəlirəm. Qəşək dənizə açılacaq. Pul nədirsə mən eləyəcəm. Amma 200 manatdan yuxarı olmasın da, çox bahalı olmasın. Bu yıl heyecanlandım ya, Allah'ım olsun. Türkan teşekkür ediyorum. Heyecanlanmışım. Diye ürəyim, nə olsun ki, elə dostlarca adam göründü, ürək köpüldüyür. Sadəcə ortası nazikdir, ona görə köpüldüyəcək. Da yəni, fiquru gözəldir, mən istər-istəməz görək kimi heyecanlanacağım, köpüldüyəcək, utanacağım.